Bu ilin birinci yarısında Azərbaycanda 40.798 körpə doğulub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9-dan 8-ə enib. Eyni dövrdə ölkədə 30.625 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,8-dən 6-ya yüksəlib. Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə ölkədə 45.616 körpə doğulub. 29.400 nəfər isə vəfat edib. Qeyd edək ki, son illərdə Azərbaycanda doğum sayında nəzərə çarpacaq azalma müşahidə olunur. Belə ki, 2022-ci ilin ilk yarısında ölkədə 61.234 körpə dünyaya gəldiyi halda, bu ilin ilk yarısında doğulan körpələrin sayı 40.798 nəfər olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33,4% azalma deməkdir. İllər üzrə ilk yarım ildə doğulan körpələrin sayı belə olub.